Arif müəllim də bizimlədir. Təbii ki, layihələrə iştirak edir. Hər həftə anaların görüşünə gəlir. İstərdim ki, Arif müəllim də bir Qarabağ döyüşçüsü kimi, o müharibəni görmüş bir insan kimi öz fikirlərini bizimlə bölüşsün, təbii ki. Buyur Arif müəllim. Salam əziz izləyicilər. Çox sağ olun Elmar müəllim. Bugün bəli biz Abbas Quluzadə Əlinin evindəyik. Mənim buradan bir müraciətim və xahişim var ki, bizi izləyən bu tamaşaçılar nəzakət ana kimi analarımızı tək qoymayaq. Yəni onların bizlərə ehtiyacı yoxdur. Sadəcə onlar bizdən mənəvi dəstək gözləyir. Onların maddi ehtiyatı, maddi dəstəyə ehtiyacları yoxdur. Eləcə də sənin və anamız. Hər bir kəs onların qapısını açanda onlar elə bilir ki, onların şəhid verən oğulları içəri daxil olur. Onların ruhları dincəlir. Buna görə mən hər kəsdən xahiş edirəm, belə anaları tək qoymayaq, onları həmişə ziyarət edək, ziyarətlərinə gələk. Bəli, Əli kimi oğullarımızın sayəsində biz 30 il həsrətində qaldığımız o işğalda olduğumuz torpaqları azad etdik. Təbii ki, Cənab Prezidentimiz Ali Başkomandan İlham Əliyevin dəmir yumruğu altında mən Allahdan cəm şəhidlərimizə rəhmət, analara Allahdan səbr diləyirəm. Təşəkkür edirəm Arif müəllim. Çox sağ olun.